Özünün şəxsi saytının olmağını istəyirsən ki, onlayn satışlar edəsən, daha professional görünsün sənin kiçik biznesin. Əksər insanlar bu məqamda çox böyük bir səhvə yol verirlər. Onlar elə bilirlər ki, sayt yaratmaq üçün kodlaşma bilmək lazımdır, kiməsə pul vermək lazımdır və bu çox bahalıdır. Mən bugün bütün bunların əksinə sənə heç bir əməkdaşa ehtiyacın olmadan, kodlaşma biliyin olmadan və tamamilə pulsuz yaradıb başlaya biləcəyin bir sayt yaratmaq üsulu söyləyəcəm və addım-addım sənə öz kompüterimin ekranında göstərəcəm ki, necə edəsən ki, bax mənim buradakı saytım kimi sənin də web saytın olsun. Ekranda görürsüz mənim saytımı və sözün əsl mənasında bu sayt mənə yatanda pul qazanmağa kömək eləyir. Çünki müştəri ilə danışmıram, hər şey quraşdırılıb, onlayn ödəmə sistemi var və mən səhər yuxudan oyanana görəm ki, gecə kimsə bəyənib mənim əl işlərimi sosial şəbəkədə, sonra keçid edib saytıma və sifariş verib. Hətta bəzən ödəniş də eləyirlər və mən artıq geri dönüş eləyirəm həmən adama ki, artıq məhsulu sənə hansı formada verim, necə rahatdır və s. Lakin əvvəlcə qısa olaraq özüm barədə məlumat verim ki, mən Murad Məmmədov 6 ilə yaxındır ki, e-ticarətlə məşğulam. Daha dəqiq desək, əl işi aksesuarlar hazırlayıram və reklamlara 1 manat da xərcləmədən sosial şəbəkələrdən onun satışlarını həyata keçirdirəm. Və necə olur ki, bəs reklama pul xərcləmirəm? Əlbəttə ki, maraqlı və satış gətirən video məzmunlar yaradıram və bu üsulla da bəzən ayda 2000, 3000, 4000-ə qədər bəzən dövriyyələr edirəm, yəni satış rəqəmlərim olur. Bəs belə bir video strategiyası necə qura bilərsiniz ki, siz də pul xərcləmədən satışlar eləyə bilərsiniz? Bu barədə mini kurs da hazırlamışam hətta. Kurs barədə videonun altında link qoyacağam, keçid edib baxa bilərsiniz. İndi isə keçid edirik əsas məsələmizə. Heç bir saxta məlumat olmadan bu videonu izləyib bitirəndən sonra sizin tam olaraq şəxsi web saytınız ola biləcək bir məqama gələcəksiniz. Artıq qalır sizin öhdənizə ki, yaradasınız belə sayt yoxsa yox. Amma yaratmaq üçün nə etmək lazımdır? Hamısını sıfırdan sizin gözünüz qarşısında bir sayt yaradacağıq. Vaxtı və sözü uzatmadan keçirik əsas məsələyə. Beləliklə bizim saytımız baxın tam bu formada olacaq. Mən öz saytım üzərindən nümunə göstərirəm əvvəlcən. Mənim saytım, yəni şəxsi saytım, məhsulları satdığım sayt budur. muart.az. Yəni özünüz də daxil olub incələyə bilərsiniz. Belə yığcam bir saytınız olacaq. Burada istədiyiniz bölmələri əlavə eləyəcəksiniz. Əlbəttə ki, mən hamısını indi bir-bir göstərəcəm. Qısa olaraq ki, necə qurmuşam mən bu saytı. Bura belə slayd qoymuşam. Əl işlərimi necə hazırladığıma dair göstərir. Belə bir mağaza bölməsi olacaq sizdə də. Yəni bura məhsullarınızı yükləyirsiniz. Baxın, sonra məsələn bu məhsula giririk. Görürsünüz, burada onun şəkilləri var. Bura məhsulun ətraflı məlumatını yazırsınız. Hətta məhsulun seçimini də, əgər bir məhsulun sizdə bir neçə seçimi varsa, onun məsələn məndə gümüş boyunbağı ilə var, polad boyunbağı ilə, tərsinə oldu, neysə, var. Belə variantlar da əlavə eləyə bilirsiniz. Beləliklə saytımız yaranır Top Link deməli platforması üzərində. Məsələn yazırıq, baxın elə Google-da yazırıq toplink.at. Bu yoldaşların domeni belədir, bu şirkətin domeni belədir. Toplink.at gördünüz. Belə qəribə bir domendir. Klikləyirsiniz üzərinə. İngiliscə açılır və burada Azərbaycan dilinə. Yəni mən Google-da axtardım, amma siz elə direct toplink.at yaza bilərsiniz və salam. Ondan sonra daxil olacaq yenə bura. Artıq əgər fərqli dildədirsə, rahatlıqla Azərbaycan dilini seçə bilərsiniz. Sayt Azərbaycan dilini dəstəkləyir. Nəysə, burada baxın belə bir interfeysdir. Qeydiyyatdan öncə, yəni siz hələ qeydiyyatdan keçməmisiniz. Buradan belə bir səhifə ilə tanış olursunuz. Bu adi, yəni şirkətlərin öz məhsullarını reklam elədiyi bir səhifədir. Buna landing page deyilir, bir səhifədir. Nəysə,
burada əsas sizə göstərə biləcəyim, indi qeydiyyatdan öncə göstərə biləcəyim odur ki, hansı tarifləri var bunun, biraz balacalaşdırım. Gördüyünüz kimi 3 tarif var. Baza tarifi ödənişsizdir. Amma əlbəttə ki, burada məhsul yükləmə funksiyası yoxdur da, normal olaraq. Pulsuz deyir, arada tələdə sıçan olur, pendir. Nəysə, mənim atalar sözüm. Mən nə deyəsəm, belə bir pulsuz baza yeri var. Sonra Pro versiya var. Ayı 3 dollardan. Yəni illik alanda ayı 3 dollara düşür. Amma aylıq alsaz sadəcə 6 dollar olacaq sizdə. Və bu Pro versiyadır, ikinci paket. Burada da yəni ödənişsiz versiyadan fərqli olaraq bəzi xidmətlər var. Amma yenə də burada da konkret məhsul yükləmə, mağaza xidməti yoxdur. Tam olaraq biznes versiyada var. İlliyi 72 dollardır. Elə də baha deyil əslində. İndi telefonumda baxıram ki 72 dollar 122 manat 40 qəpikdir təxminən. Amma sizə bir dənə şad xəbərim var. Siz biznes versiyanı bir həftə pulsuz istifadə edə bilərsiniz. Mən sizə promo kod verəcəm. Murad 7 promo kodu ilə. İndi bilmirəm bu müddətlidir, müddətsizdir. Bayaq yaratmışam o promo kodu. Müddətlidirsə də mən onu yenə də yeniləyərəm. Uzaqbaşı videonun izah bölümünə cari, yəni yenilənmişini də yazaram. Əgər Murad 7, yəni heç bir əlavəsiz və s. o promo kod istifadə eləyə bilməsəz. Nəsə o promo kodla siz pulsuz olaraq deməli istifadə eləyə bilərsiniz. Dəbə burada yazılıb, heç tərcümə eləməyiblər, təəssüf. İnternet mağazin yazılıb. Yəni internet mağazası, onlayn mağazası yarada bilərsiniz biznes tarifi ilə. Sonra öz domeninizi qoya bilərsiniz. Bura necə ki məndə muart.az-dır. Sizdə də istədiyiniz domeni bura birləşdirə bilərsiniz. Yəni çox, yəni tam bir onlayn mağazaya lazım olan bütün funksiyalar var. Onlayn ödənişlər qəbul edə bilərsiniz. Yəni sözün əsl mənasında gecə yatanda pul qazana bilərsiniz. Yəni heç bir müştəri ilə danışmadan, ünsiyyətdə olmadan müştərilər sifariş yerləşdirib və hətta yerləşdirdikləri sifarişi ödəniş də eləyə bilərlər. Səhər durub görəcəksiniz ki, artıq pul hesabınızdadır. Nəysə, beləliklə biz keçək əsas məsələyə və hamısını pulsuz yoxlamaq olur. Pulsuz yoxlamaq olur. Dediyim kimi mən promo kod da qoyacağam bura sizin, çünki bir həftə biznes versiyanı pulsuz istifadə eləyəsiniz. Beləliklə daxil olmalıyıq indi biz. Daxil olmalıyıq. Deməli qiymətləri gördük, giriş. Aha, burada sadəcə pulsuz başlayına klikləyirik. Və ya biz burada qeydiyyatdan keçməliyik, ya da Gmail hesabınız varsa artıq onunla daxil ola bilərsiniz, əlavə login parol yaratmadan. Mən artıq test üçün bundan öncə yaratmışdım birini ki, baxın görün vəziyyət nə yerdədir. Elə mən onunla daxil oluram. Dediyim kimi ya bura e-mail yazırsınız, qeydiyyatdan keçirsiniz, ya da birbaşa Gmail hesabı ilə inteqrasiya olub. Və beləliklə siz daxil olanda artıq bura qeydiyyatdan keçəndə qarşınıza tamamilə belə bir bomboş bir səhifə çıxacaq. Və mən indi öz şəxsi saytımda da belə bir bomboş səhifə yaratmışam ki, sizə buranı necə dolduracağınızı göstərim. Çünki burada indi pulsuz versiyadır. Qeydiyyatdan keçən kimi pulsuz versiya başlayır. Bu pulsuz versiyada da mağaza yaratmaq olmayacaq axı. Yəni məhsul yükləmək olmayacaq. Ona görə mən bunu artıq öz biznes deməli hesabım üzərindən sizə göstərəcəyəm. Gördüyünüz kimi mən burada mənim özümün artıq səhifələrim var. Burada yəni saytın səhifələri var, amma sizin üçün burada test səhifə mağaza yaratmışam ki, onu üzərində işləyək və sizə nümunələri göstərim. Beləliklə bayaqki deməli boş səhifənin eynisini mən burada yaratmışam və başlayaq indi doldurmağa. Ümumiyyətlə daxil olan kimi bizi burada belə bir panellər qarşılayır yuxarıda, səhifə, statistika, müştərilər. Dediyim kimi artıq bu biznes səhifəyə, yəni paketə aiddir də. Siz də biznes paket almısınızsa tam olaraq bunları görəcəksiniz yuxarıda. Və bir də belə bir panel var burada. Baxış rejimi, yeni blok əlavə elə və burada da ayarlar, telefon
rejimindədir. İndi telefonda necə görünür odur. Yaxşı, başlayaq bir-bir əsas funksiyalardan. Yeni blok əlavə et. Burada əsas işləri görən bir paneldir. Görürsünüz burada mavi rəngdə. Və mən basıram ora. Birinci dediyim kimi buradakinin eynisini yaratmaq üçün sizə nə göstərirəm? Bu avatar adlanır. Giriş bura avatar görürsünüz. Yəni saytınıza qoymalısınız avatar. Burada girişdə necə görsəniz. Onu buradan qoyursunuz. Altına sonra başlıq yazırsınız. Başlıq yazırsınız. Subtitle və başlıq. Deməli bu nədir? Mən burada yazmışam. Deməli fərqlilik, orijinallıq sevənlər üçün. Yəni ki, saytınıza girən adam bilsin ki, hardadır. Onu buradan yaradırsınız. Logo qoyursunuz, yəni mağazanızın logosunu yüklüyorsunuz bura. Bax, yükləmək görürsünüz, sadədir hər şey. Başlığı buraya yazırsınız, subtitle. Mən heç başlığı deyəsən çıxartmışam, ancaq subtitle qoymuşam bura. Aydındır yəqin ki, hər şey burada artıq məndə var. Bilməm niyəsə görə. Aha. Bunun yəni müxtəlif formalar var. Artıq burada sizə nümunələr verir. Necə görünə bilər və s. və ilaxır. Yəni öz zövqünüzə görə uyğunlaşdıracaqsınız. Bu niyə görə bağlıdır burada? Aha. Mənim avatarım var deyə avatar qoymuram. Deməli, bu nə oldu? Bu mənim onlayn mağazamdır. Məsələn, subtitle hamınız xoş gəlmisiniz. Məsələn, bunları yazıram hamısını. Burada yəni ölçülərini seçə bilirsiniz. Avatarın, burada görürsünüz, burada dəyişdi, baxın. Bunlar artıq özünüz qurtdalayıb tapacaqsınız da. Mən bir hər şeyi sizə göstərmirəm ki, video 2-3 saat olmasın. Əsas şeyləri görərsiniz. Gördünüz, loqonu mən əvvəlcən yükləmişdim. Ona görə artıq özü bura avtomatik gəldi. Burada görürsünüz, mağazanız belə olacaq. Bu mənim onlayn mağazamdır, hamınız xoş gəlin. Məsələn. Amma siz bura mağazanın adını yazacaqsınız da, konkret, nə bilim, falan parfümer, nə bilim, falan 5 mekan, falan. Bura adam da ola bilər. Yəni influencer sizdəsə sadəcə öz şəklinizi, yəni şəxsi, individual saytdırsa öz şəklinizi qoya bilərsiniz, özünüz haqqında məlumat yaza bilərsiniz. Yaxşı getdik, sürətli şəkildə yeni blok əlavə et. Burada əlbəttə ki, əsas məsələ, baxın, burada deməli bu keçidlərdir də, bölmələri o, belə. Bu arada mən əsas məsələni qeyd edeyim. Şablon seçirsiniz saytınıza. O buradadır, bax, dizayn bölməsindədir. Mən indi seçmişəm, görürsünüz, burada yarpaqlar çıxıb falan filan, yəni yaşıl ümumiyyətlə bir dizayn var. Burada hazır dizaynlar var, onlardan birini seçirsiniz. Ya da burada var, sadə versiyalar var, görürsünüz. Mənim dizaynlarım, öz dizaynınızı yarada bilərsiniz. Tamamilə bunu basırsınız. Bütün rəngləri falan. Amma yeni başlayansızsa mən bunu məsləhət görmürəm. Hazır, yəni dizayn seçin. Burada sadə versiyalar var. Çünki orada mənim dizaynımda yəni hər şeyi bir-bir öz əlinizlə eləmək lazım olacaq. O sizi yora bilər. Heç mən özüm də eləməmişəm, yəni. Elə irəliləmişə girmişəm, buradan birini seçmişəm. Çünki mənki hansı idi, həm də bu idi də bunu seçmişəm. Burada yəni versiyalar çoxdur, görürsünüz. Burada yazıb başlıq, subtitle falan. Belə dizayn seçib sonra başlayırsınız. Məndə artıq dizayn var deyə yoldaşlar, bir də budur da. Bir də onu seçmirəm də təzədən. Burada dediyim kimi əsas bax rolları oynayır keçidlər. Keçidlər, burada nə var? Məsələn, indi gəlin baxaq. Nə oldu? Səhifəyə qayıdıram. Bura. Bu keçidləri necə qoyuruq? Əlbəttə ki, yeni blok əlavə et sözünə giririk və buradan link, yəni link Azərbaycanca keçid deməkdir. Keçidə vururuq. Keçidin başlığını yazırıq, subtitle-ını yazırıq. Məsələn, sizinlə WhatsApp-da əlaqə saxlamaqlarını istəyirsinizsə, məsələn, yazırsınız ki, tutağım, bizə WhatsApp-da yazın. Məsələn, təcili əlaqə istəyirsinizsə, məsələn. Sonra da bura qoyursunuz WhatsApp linkinizi də, yəni WhatsApp linkinizi qoyursunuz, artıq o adam keçəcək ora. Bu, yəni indi və burada website məsələsində, yəni bura WhatsApp linkinizi qoydunuzsa, növünü də seçməlisiniz. WhatsApp linki nədir? Website-dır da normal olaraq. Saytınızın artıq yaratdığınız saytın içindəki hansısa səhifəyə keçid eləməyini istəyirsə,
Bunu seçə bilərsiniz. Rəqəmsal məhsullar indi bu vaxtda danışıb başınızı şişirmək istəmirəm. Hələ ki fiziki məhsul yerləşdirməkdən danışırıq. Zəng etmək üçün, SMS göndərmək üçün e-post, kontakt, ya e-mail istəyirsinizsə qeydiyyatdan keçsinlər, nə bilim, daxili səhifə, mağazaya, onu birazdan yoxlayacağıq. Kolleksiya, onu da birazdan yoxlayarıq. Məhsul, səbət. Yəni kənar bir yerə yönləndirirsinizsə sadəcə web sayt seçirsiniz. Burada WhatsApp düymənizi qoyursunuz və ikonunu seçirsiniz. Üz istəyirəm, düymənizi yox, linkini. Və ikon. Ürəyiniz istəyən ikonu seçə bilərsiniz burada. Və hətta məsələn, o gün mən yoxladım. Həqiqətən də çıx. Nə oldu ay qardaş? Dondu. Hə, açıldı. Yəni yüzlərlə, minlərlə ikon var burada. Gördüyünüz kimi WhatsApp yazırıq və WhatsApp-a uyğun ikonlar çıxır. İstədiyinizi seçirik. Tutalım ki, bunu seçdik. Tətbiq edə vururuq və artıq və saxla. Hə, web sayt yazmamışıq, ona görə test məsələn qoyduq adını. Hə, bu arada dizaynı da var. Düymə necə görsənsin. Burada da yenə də öz fantaziyanıza görə qurdalayıb tapın özünüz. Bir-bir olan mənasızdır göstərmək. Parametrlərdə, yeni pəncərədə. Hə, yəni bu nə deməkdir? Məsələn, adam WhatsApp bizə bu nədir? Yazılıb. Bizə WhatsApp-da yazın düyməsinə basanda onu ayrıca sayt kimi açsın, yoxsa elə birbaşa buradan keçid eləsin ora. Burada şaquli girinti. Yəni burada heç neysə dəyişməyə də ehtiyac yox. Bir dənə birincini dəyişsəz, məsələn, yeni pəncərədə açsın, yoxsa mən seçərdim ki, bəli, çünki sizin saytı tərk eləməsin də, həm də sizin saytda açıq qalsın, tutalım ki. Seçdik, gördünüz artıq ilk keçidimiz yarandı. Bir dənə balacalaşdırın, çox böyüdü. Hə, bizə WhatsApp-da yazın. Klikləyəcək adam, yox, indi deyən mən baxmıram, baxanda necə görsənir? Bir dəqiqə. Hə, baxanda, burada bu arada yeri gəlmişkən baxış rejimi var və edit rejimi var. İndi editləmə rejimindədir. Basıram buna, baxış rejiminə. Aha, keçdi baxış rejimi. Müştəri kimiyəm artıq, ziyarətçi kimiyəm. Bax, belə dostlar. Və yeni blok əlavə elə giririk. Sonra nə əlavə eləmək olar? Mən çox bu video uzanmasın deyə sizin zamanınıza girməyim deyə doğrudan. Yəni ki, burada əsas mağaza linkini qoymağı göstərim sizə, məhsulu yükləməyi göstərim. Deməli, yenə də linka giririk və başlıq. Başlığa nə qoya bilərik? Baxın, burada mən qoymuşdum ki, tutalım ki, mağaza. Siz amma qoya bilərsiniz, tutalım ki, eyni şey eləməyək, fərqli olsun. Tutalım ki, məhsullarımıza baxın. Ya da buna nə oldu? Ürəyə getdi. Yaza bilərik ki, məhsul sifariş et. Məsələn də yəni yalandan təcili və sürətli ya da belə eləyək, tam online şəkildə. Bu subtitle'lar şərt deyil, mən yalandan vururam. İkona da giririk, yenə də. Və məsələn yazırıq, az öncə yazsa, çıxar yəqin, mağaza məsələn. Çox yaxşıdır ki, Azərbaycanca da axtarış eləyəndə çıxır. Mağaza yazdıq, gördünüz, mağazaya uyğun ikonlar çıxdı. Məndə hansı ikonuydu, deyən baxaq. Hə, mən bu səbət ikonunu qoymuşam, tutalım ki, siz də ürəyiniz, bunu qoyaq tutalım. Ya da yox, bu daha qəşəng olsun. Bunu qoyaq. Tətbiq et. Hə, və buradan əsas məsələ artıq web saytı yox, düşürük aşağı, mağaza aç. Görürsünüz, yəni müştəri, ziyarətçi bura klikləyəndə nəyə açsın? Mağaza. Mağaza da hardadır? Sizin saytınızın içindədir də, əlbəttə. Bax, onu seçirsiniz ki, müştəri bura klikləyəndə ora keçid eləsin. Və gördüyünüz kimi artıq məhsul sifariş et bölməsi. Yəni bunu əslində yerində dəyişə bilirsiniz buradan götürdük. Çünki əsas bölmə yuxarıda olmalıdır da məntiqlə. Hətta lab yuxarı qoya bilərsiniz, amma biraz shit görünəcək. Logodan sonra olsa daha yaxşıdır. Bəli, və keçirik ziyarətçi kimi baxmağa. Və bura basanda nə olur? Heç nə olmur, əsəbləşirəm. Çünki yenə də bizə edit olmağına baxmayaraq fikrimi yığım deyəcəm. Hə, biz elə-belə baxırıq da, yəni də ziyarətçi kimi tam baxmırıq. Sadəcə ziyarətçi necə görür, elə görürük. Amma yəni də biz bura admin kimi girdiyimiz üçün bunu klikləyirik, açmır. Amma indi göstərəcəm ki, sizə artıq sizdə necə görsənir. Bu səhifə budur da, bunu götürürəm, buradan kopya eləyirəm. Eləmək istəyirəm. Hop,
Ay vətəndaş. 2 dəfə klikləndi deyəsən. Hə, nəsə kliklədim ora, gördünüz artıq müştəri kimi, ziyarətçi kimiyəm və bura basanda nə olur? Mağazaya keçir insanlar. Okey. Əla, işləyir. Deməli bizim sizinlə birlikdə sıfırdan yaratdığımız mağazaya keçidi işləyir. Amma əlbəttə ki, burada bizim mağazaya keçəndə insanlar nə görməlidir? Məhsul görməlidir də. Məhsulları amma yükləməliyik. Hardan? Artıq bu dəfə keçirik yuxarıdakı panellərə. Baxırsınız dostlar, bu panellərə baxırıq. Buradan məhsullar bölməsindən keçirik. Və mən burada məhsullarım var deyə siz onları görürsünüz. Əgər olmasaydı necə olacaqdı? Bura boş olacaqdı və burada yeni məhsul əlavə et. Sağ küncdə, yuxarıda, mavi rəngdə. Deməli, yeni məhsul əlavə et bölməsi var. Giririk ora və belə bir pəncərə açılır qarşımızda. Və bu da çox sadədir artıq. Mən sizə amma yenə də simvolik olaraq göstərim. Bu deməli ilk məhsul. Məsələn, boyun bağı. Ya da gəlin belə deyək. Ay boyun bağı qoyaq adını. Bu məhsul əl işidir və s. yazırıq. Məhsulun qiymətini burada yazırıq. Tutalım ki 10 manat qoyuruq məhsulun qiymətini. Mən yenə də bu video saatlarla olmasın deyə hamısını səhtiq edirəm. Əsas anlayışları verirəm sizə. Deməli, məhsulun variantını əlavə eləmək istəsəz o burada olacaq. Bax burada. Yox, seçimlər 2 dənə. Bax burada. Seçimlər yeni funksiya əlavə edin. Tutalım ki boyun bağının materialı. Tutalım ki gümüş. Enteri basırıq. Polad. Enteri basırıq. İndi bəlkə sizdə sadə dəmirdə var. Məsələn, sadə dəmir. Enter. Və buradan bu quşu götürürük. Bütün mümkün imkanları aktivləşdirini götürürük quşu. Və burada sağ aşağıda mavi rəng bütün variantları əlavə edin düyməsinə basırıq. Seçimlər əlavə ediləcək 3 ədəd. Bəli, vururuq və başlayırıq. Tutalım ki, gümüş bizdə məsələn, sadə dəmirdən başlayır. Sadə dəmir tutalım ki 10 manatdır. Polad 15 manatdır tutalım ki. Deməli, fikrimi yığıram. Gümüş də tutalım ki 20 manatdır. Və ədədlərini yazırıq. Əldə neçə dənə var? Tutalım ki 3 dənə gümüşdən varımızdır. Polad versiyadan da 3 dənə var. Sadə dəmirdən də 3 dənə var tutalım ki. Bunu da əlavə elədik. Ay boyun bağı yazdıq, məhsulun description-ını yazdıq. Müqayisə etmək qiyməti nədir? Güya əvvəllər sizdə fərqli qiymət olubsa, yaza bilərsiniz ki, əvvəl tutalım ki 40 manat idi. Məsələn də, indi 10 manatdır amma. Əlbəttə ki, məhsulun şəkli olmalıdır. Şəkilsiz məhsul olmaz. Qızılı ay. Öz məhsulumdur bu, real məhsulumdur. Ona görə tutalım ki, girdik bura. Good. Və artıq məhsulun şəklini burada çoxlu şəkillərdə yükləyə bilirsiniz. Yəni, nümunə üçün mən 2 dənə yükləyim. Bəsdir də doldurmayıq buranı. Belə, məhsulun adını yazdınız. Description-ını yazdınız, yəni izahını, qiymətini yazdınız. Əgər varsa variantlarını qoydunuz. Seçimlər nədir? İstəsə məsələn qoyuruq ki, poçtla çatdırma. Məsələn, əgər sizdə belə bir xidmət varsa, poçtla çatdırılma. Poçtla çatdırılma nə qədərdir? 3 manat tutalım ki. Məndə doğrudan da 3 manatdır. Qoydum. Bombastik. İndi insanlar buna baxanda nə görəcəklər? Görəcəklər ki, nimə göstərim sizə. Görürük biz. Və görürsünüz artıq ay boyun bağı başlıq belə yazılır. Və görürsünüz burada burada indi göstərir aralığını. 10 manat, 20 manat aralığındadır məhsulumuz. Çox gözəl. Əvvəl güya olub 40 manat, indi deyil. Bu məhsul, bu description-da artıq bayaq yazdım. Boyun bağı materialını siz yazmadınız. Onu variantları əlavə eləyəndə yazdığınızda özü düşdü bura. Və artıq müştəri seçim eləyəcək. Poçtla çatdırılma istəyirsə əgər, onu da seçəcək. İstəmirsə, sadə dəmir bizdə nə idi? 10 manat. Ancaq səbətə keçəndə 10 manat görəcək. Amma
Bax, indi keçin baxın. Səbətə əlavə et. Müştəridə belə görünür də bunların hamısı. Aha, sanki müştəri basır ki, səbətə keç və bayaqkini çıxardım. Çaşdırmasın sizi. Aha. Görürsüz, ancaq ay boyunbağıdır. Çatdır 10 manatdır qiyməti. Amma müştəri kataloqa geri dön. Yox, aha. Amma müştəri həm də tutam ki, bax sadə dəmir, bir də poçta çatdırılmanı da quş qoysa bura, seçsə, select etsə və səbətə əlavə et vurub səbətə keçsə, gördünüz artıq 13 manat. Bu əla funksiyadır. Yəni ki, orada seçimlərdir də, amma variantla onu çaşdırmayın. Variantda başqadır. Bax, variantlar buradaydı birinci seçimlərdə. Əslində gərək bunları ayırardılar. Bura yazardılar əlavələr. Bu seçimdir, olma əlavədir. Nəysə. Burada yox. Burada qoymursunuz onu. İkinci seçimlərdə poçta çatdırılmanı qoyursunuz. Sonra buradan silə də bilirsiniz. Nəysə yoldaşlar, baxın gördüyünüz kimi artıq belə bir çox qısa bir müddətə, mən baxıram ki, videomuz təxminən 20 neçə dəqiqə keçib, amma artıq biz keçirik. Hara keçirik? Hə, keçirik. Gördüyünüz kimi artıq çox qısa bir müddətə biz belə bir qısa veb-sayt yaratdıq. Burada nə var? Gəlin tez-tez digər bölmələrdə yuxarıdakı parametr. Burada yəni aydın oldu da yeni əlavə etdə, yəni tutam ki, şəkil, bir dənə şəkil qoya bilərsiniz, karusel qoya bilərsiniz. O nədir? Karusel tutam ki, karusel budur. Burada şəkillər dəyişir. Görürsünüz, mən qoymuşam. Əgər istəyirsinizsə slide qoymaq, onu buradan, hardan? Hə, bu buradan qoyursunuz. Bir dənə şəkil istəyirsə, bir dənə bunu vurursunuz. Həm qiymət cədvəli istəyirsinizsə, yəni buna bir özünüz baxıb qurtalaya bilərsiniz də. Şərhlərdə yazsaz bəlkə mən konkret sual versəz, amma lütfən cavablayaram məmnuniyyətlə. Bəs mən nələr qoymuşam bura öz mağazama? Görürsünüz, çox sadə, yəni şişirtmək lazım deyil. Amma vaxtınız varsa, həvəsiniz varsa əlavə eləyin. Məsələn, haqqımızda bölməsinə mən qoymuşam ki, yəni görürsüz burada mən kiməm də, mağaza nəyə aiddir yazmışam. Mən əl işləri hazırlamaq üzrə Usta Murad Məmmədov sizləri salamlayıram. Zırt pırt bunları özünüz oxuyarsınız və insanlarda etibar yaratmaq üçün əlbəttə vönümü qoymuşam, əlaqə vasitəmi qoymuşam, ünvanımı yazmışam və bu bütün hər kəsə açıq bir qaynaqdır, ünvandır. Əlbəttə ki, bunlar yaxşıdır, üstünlük gətirər sizə. Sonra nə qoymuşam? Ən çox verilən suallar. İnsanların sizi yormaması üçün, sizin də onları belə müəmmalıq içində buraxmamağınız üçün burada belə bir şeylər yarada bilərsiniz. Və haqqımızdan dedik. Deməli, parametrlərə keçirik, əzizlərim. Bu nədir? Mən indi burada vacib bir şey göstərəcəm sizə. Yəni, onlayn ödəniş qəbul etmək başqadır. Onlayn mağaza açmaq başqadır. Yəni, bax, buradan məhsulumuzu yüklədik, düzdür, mağazamız yarandı, çox gözəl. İndi müştəri sifariş verəndə sizə bildiriş gəlir. Aha, bu arada bildirişi necə açırsınız? Giririk modullara. Mən indi aktiv elədiklərimə baxım. Aha, bildiriş modulunu əlavə eləməlisiniz burada. Elə axtarışda yazırsınız. Bildiriş. Tamam ki, bu gələcək. Bura vurursunuz dostlar. Nəyə görə email? Hə, ikonludur bu. Yəqin bildirişlər konfiqurasiya etmək üçün platformanı. Hə, yəni ki, insan girib sifariş verəndə sizə bildiriş hardan gəlsin ki, sizə sifariş gəldi. Onu seçirsiniz. Mən email seçmişəm normal olaraq və emailinizi yazırsınız ki, hansı emaila gəlsin bildiriş. Və mən indi alınsa screenshot qoyaram bura ki, bildiriş gələndə necə görsənir. Və dəvət göndərinə vurursunuz, sonra emailınızdan girib təsdiqləyirsiniz ki, bəli, mən təsdiq edirəm ki, bu emaila, bu saytdan bildiriş gəlsin. Və salam, amma belə ürəyiniz istəyir, Telegramdan da ala bilərsiniz. Söhbət açın, aha. Bu indi izah edir də hardan gəlsin başqa. Slack, bura bilmirəm nədir bu saytı heç başımıza. Ən sadəsi emaildir da. Harda emailiniz varsa, hansı platforma, onu yazırsınız bura, dəvət göndərin və salam. Müştəri girib sifariş verəndə sizə email gələcək, yəni bildiriş gələcək. Aha, bu sifarişdir. Amma onlayn ödəniş, yəni o nə deməkdir? Gəlin baxın, mən sizə onu da göstərim. Çox aydın olsun. Bəziləri ola bilər ki, normal olaraq bilməsin bu. Aha, bax girirsiniz mağaza bölməsinə. Bir məhsul sifariş edirsiniz. Yəni izləyici belə eləyəcək də sizin hazır mağazanız olanda. Poladla seçirik.
səbətə keçirəcək insan. İstəsə alış-verişə davam edə bilər ya da səbətə keçə bilər. Normal olaraq səbətə keçirik. Bayaq yeni çıxardım sizi çaşdırmasın. 34 manatlıq insan sizin cümlə səhvdir. İnsan sizin 34 manatlıq məhsulunuzu sifarişi verir, bura düyməyə basır və adamın qarşısına anket gələcək. Bu anketi özünüz çoxalda da bilərsiniz, azalda da bilərsiniz. Mən qoymuşam ki, demək, test yazırıq adını. Aha, 70, tamam ki 650, 99, 58. Hə, insanlar belə təsdiqləyə vuranda artıq deyəsən, indi mən telefonuma baxım, ciddən görün bildiriş gəldi, yoxsa yox. Yox, hələ gəlməyib. Aha, bax, burada sifarişi təsdiqlə ən aşağıda vuranda insanlar sizə bildiriş gələcək ki, sifariş gəldi sizə. Yeni müştəri var. Amma onlayn ödəniş eləmək başqadır. Yəni artıq adamın nömrəsi və s. olduğu üçün siz özünüz ona geri dönüş eləyib. Yəni ola bilər ki, indi sözümü nəyə gətirəm? Siz onlayn ödəməni bəlkə heç qoşmamısınız. Nəyə görə? Çünki ola bilər bəlkə sizin vönünüz yoxdur, bəlkə rəsmi fəaliyyət hələ göstərmirsiniz deyə. O adamda, yəni sizdə hələ ki onlayn ödəməni qoşa bilməzsiniz məntiqlə. Mən onlayn ödəmək üçün Azərbaycan servisi istifadə edirəm. Azərbaycanın bir şirkəti var. Baxın, Point.az şirkəti var. Point elektron ticarət platforması. Bu şirkət sizə onlayn ödəmə qəbul etmək imkanı verir. Yəni əgər məlumatınız varsa onlayn satışlardan artıq bilirsiniz nə demək. Yəni mən indi bunun tam dərinliklərini deməyəcəm. Nəyə görə? Çünki artıq bu onlayn mağaza qurmaq saytı, yəni şeyindən çıxır, videosundan çıxır da, mövzu gedir onlayn ödəniş qəbul etmə videosuna gedir. Əgər çox maraqlıdırsa yazın, mən bu haqda da sizə video çəkəm sevə-sevə, məmnuniyyətlə. Hələlik isə müştəri artıq bunu eləməklə sizə sifariş bildirişi gələcək və artıq hansı formada istəyirsiniz müştəriyə geri dönüş eləyərsiniz. Nömrəsinə ya zəng vura bilərsiniz ya WhatsApp-da yazarsınız ki, hə, salam, siz ödəniş eləmisiniz, indi buyurun, nə demək istəyirsiniz? Bəli, gəlib mən baxıram ki, artıq bundan sonra bildiriş gəlir. İndi burada müştərilərə seçim verə bilərsiniz. Mən bu iki dənə seçimi qoymuşam. Bank kartı ilə artıq dediyim kimi bu Point-in xidmətidir. Bank kartı ilə ya da sifarişdən sonra ödəniş. Bunu seçirəm. Yəni bu heç bir seçimi də qoymaya bilərsiniz. Avtomatik olaraq sizə bildiriş gələcək, sifariş qəbul olunacaq. İndi mən bunu elə-belə buradan özüm əlavə eləmişəm ki, bəlkə kimsə dərhal ödəmək istəmir, etibar eləmir sayta. İstəyir ki, müştəri ilə, yəni satıcı ilə danışandan sonra, yəni mənimlə danışandan sonra ödəniş eləmək istəyir. Amma bu qapıda ödəmə imkanı deyil. Mən belə bir xidmət göstərmirəm. Siz bəlkə istəyirsiniz, eləyə bilərsiniz. Amma mən tam onlayn formatda fəaliyyət göstərirəm deyə qoymamışam o seçimi. Və davam et düyməsinə basar müştəri. Bunu da mən belə bir səhifə yaratmışam. Orada sizdən olsa, indi o bölməyə də keçərəm ki, deyir ki, müştəri alış-veriş eləyəndən sonra hansı bölməyə keçsin. Mən belə bir təsdiqləndi səhifəsi yaratmışam və ora nə qoymuşam? Sadə mətin qoymuşam və WhatsApp-dan yaz düyməsi qoymuşam. Niyə? Adam ödəniş eləyəndən sonra ya da ümumiyyətlə sifariş eləyəndən sonra narahat qalır da. Azərbaycandır, baxmayın, onlayn sifariş vermə yəni mədəniyyəti çox inkişaf eləməyib deyə adam qorxur ki, ayda hələ onlayn ödəniş eləyibsə lap üzrsə təkərə düşəcək ki, mənim pullarım hara getdi, nə oldu, doğrudan sifariş verdim, mənimlə əlaqə saxlayacaqlar ya yox. Belə bir səhifə qoymuşam bura ki, onlar sifarişi yerləşdirəndən dərhal sonra bu səhifə açılır onlarda və rahat olsunlar deyə bura basırlar. Və artıq görürsünüz ki, WhatsApp-dan yazmaq funksiyası açılacaq onlar. Bu səhifəni də yarada bilərsiniz. O da çox sadədir. İstəyirsinizsə mən indi ona da baxım ki, sizə WhatsApp-da necə yaza bilərlər. Onu hardan olacaq? O böyük ehtimalla parametrlərdən olacaq. Gəl girmişkən parametrləri göstərək. Səhifə parametrləri var burada. Düşürük aşağı. Mən yeni başlayansınızsa,
Burada nəyisə dəyişmək tövsiyə etmirəm. Burada sadəcə bu onsuz da özü üzərində qalıb. Bir dənə top link brand linkini aradan qaldırılmasına klikləyin ki, əgər biznes tarifi almısınızsa, həmən şirkətin loqosu qalmasında pis görsənər. Yoxsa bu da aşağıda belə görsənəcək hər yerdə, bütün səhifələrdə. Tarif plan. Bunu gizlətmək üçün görürsüz tarif planını dəyişmək istəyəcək sizdən. Mən yəni onu eləyəndən sonra bura quş qoymağı yaddan çıxartmayın parametrlər bölməsindən. Aha, burada onlayn ödənişlər qəbul etmək düyməsi var. Buradan əlavə eləyirsiniz. Yəni deyirəm o sırf belə insanla təmassız konkret kartla ödəmə ayrı mövzudur. Onu sonra izah eləyərəm. Ödəniş provideri əlavə eləyinə girirsiniz və burada müxtəlif providerlər var. Mən bundan istifadə edirəm də ePoint-dən. Amma siz başqalarını da istifadə edə bilərsiniz. Hətta PayPal-ı dəstəkləyir. PayPal var idi, hardadır? Dən görək. PayPal da dəstəkləyir gördüyünüz kimi. Müxtəlif onlayn ödəniş eləmələri var burada, servisləri. Aha, nəhayət tapdım. Deməli, parametrlər bölməsində tərcümə eləməyiblər də. Burada rusca olsaydı, mən normalda rusca istifadə edirəm. Azərbaycanca bəzi yerləri tərcümə eləmə yadlarından çıxıb. İndi mən belə ruscaya qoyuram, görək orada nə bölməsidir normalda. Mən dediyim kimi ilk dəfədir bu video çəkilişə görə rusca ya Azərbaycanca istifadə edirəm. Ay görürsüz, onlayn mağaza bölməsi var burada normalda. Bu üçüncü düymədir də. Ora, aha, mən indi girəcəm ora. Təzən Azərbaycanca eləyim. Azərbaycanca. Aha, baxın, normalda bunları da tərcümə eləməliydilər, eləməyiblər təəssüf. Amma neyniyə, yəni kasıbın olanından çox sürətli belə bir servis var. Çox rahatdır dostlar. Düzdür, inkişaf eləməlidir. Xeyli çatışmazlıqları var, amma neylə, rahat Azərbaycan dilini dəstəkləyən çox nadir bir saytdır da bu. Deməli, burada nələr var? Bizdə kataloq var. Məhsulların kataloqu. Bu heç bayaqki idi. Mağazanın elə bir ki dizaynını burada əlavə eləyə bilərsiniz ya da burada blok əlavə eləyə bilərsiniz və s. Sonra nə ola bilər? Burada geri keçək. Deməli qaydırıq buradan. Kartoçka tavara, yəni məhsulun sifarişi zamanı nələr görsün izləyici, ziyarətçi, onları görürük biz burada. Və sonra əsas məsələlər, səbət. Müştəri səbətə keçəndə nələr olsun, nələr görsün, bunları demək, ölçülərini dəyişmək olur ya da yerlərini dəyişmək bilmədim heç. Yəni müştəridə səbətdir də, bu göstərir ki dizaynını dəyişmək olur, çox şey dəyişmək. Ümumiyyətlə bunları mən sizə dediyim kimi yeni başlayan sizə qurtdalamağı tövsiyə etmirəm. Mən əsas sifarişin rəsmiləşməsinə baxmaq istəyirəm burada sizin üçün ki, gördünüz, burada müştəridən hansı məlumatları istəyirsiniz sifariş rəsmiləşəndə, onları burada özünüz əlavə eləyirsiniz ki, mən indi ad, soyad və mobil nömrə qoymuşam, amma siz nə istəsiniz əlavə edə bilərsiniz. İstəyirsiniz qoyun, nə bilim, məsələn deyirəm, cinsiyyəti bilmək istəyirsə ki, kimdir, amma onsuz da ad soyadından biləcəksiniz də kimdir, yəni. Ona görə burada da bilmirəm, alış-veriş, bəlkə siz əlavə eləmək istəyirsiniz adres, bəlkə siz ümumiyyətlə yalnız çatdırılma ilə fəaliyyət göstərəcəksiniz ya da başqa ölkələrdəndirsə, deməli, istəyirsiniz ki, adresi biləsiniz, onun üçün buradan nə seçirsiniz? Seçirsiniz sadəcə mətin, məsələn, mətin sahəsi adresini yaz. Məsələn, dəqiq ünvan ya da yox, belə qoyam, faktiki ünvan qeyd edin. Tələb olunan sahə, yəni ki, məcbur olsun da bu, bunu skip edə bilməsin, keçə bilməsin buranı. Əlavə eləyirsiniz, hop, o getdi. Onu silim, gördünüz, artıq adresi də tələb eləyir insandan, amma mən lazım deyil, onu silirəm. OK, davam edirik və
əsas bölmələrdir bunlar. Deməli mağazamızın bölmələridir. Deməli siz səhifələri buradan yaradırsınız da bildiyiniz kimi. Saytı yaradanda sadəcə bir səhifə olacaq sizdə. Bir dənə səhifə, ana səhifə olacaq da. Və bir dənə bağlantı qoyaq bunun üçün ki web saytın ünvanını daxil edin. Bu arada baxın, əsas məsələlərdən biri indi yaxşı tapdım bunu. Burada biz belə deyək, öz domenimiz yoxdursa hələ, domenimiz yoxdursa nə olacaq? Taplinkin öz adından istifadə edə bilərik. Yəni belə olacaq sayt. taplink.ss və istifadəçi adı. İstifadəçi adını hardan qoyuruq? Buradan qoyuruq. Test mağaza. Bu arada yaxşı ki bunu gördüm. Bu olmazsa olmazdı. Qoşmağa vurduq. Və artıq sizin sayt belə olacaq. Taplink.ss mağazanızın adı. Əgər öz domeniniz yoxdursa sizin, yəni mənim kimi, məsələn, məndə necə dedik? Məndə dedik ki, muart.az-dır da mənim, düzdürmü? Muart.az yoxdursa sizdə, bu ayrıca bir məsələdir. İndi tamamilə bu mövzuda sıfırsınızsa, üzr istəyirəm, bu domeni də hardan necə alacağınızı bilmirsiniz yəqin, amma yeni başlayansızsa heç bu da lazım deyil də, ona görə deyirəm sizə ki, baxın elə Mozilla açıram. Tamamilə heç domeniniz belə olmadan siz dərhal fəaliyyətə başlaya bilirsiniz. Mağazanızın adını, test mağaza yazmayacaqsınızsa əlbəttə. Siz öz adınızı qoyacaqsınız da, nə bilim, XX brand ya da nə bilim, qoyursunuz brand telefonlar, nə bilim və s. və ilaxır qoyursunuz. Düzdür mənim əzizlərim? Və salam. İndi linki ayırın, linki sonra dəyişmək də olur, silmək də olur və s. Və insanlar bura klikləyəndə sizin mağazaya keçəcəklər artıq. Bir dənə bunu mən baxım, kopyaladım. Kopyaladım. Nə oldu? Əlim orada idi. Okey. Açılmalıdır, amma heç yaratmamışım. Açıldı, səhifə boşdur. Gördüyünüz kimi səhifə boşdur. Amma gördüyünüz kimi keçdi. Burada nəsə olsaydı açılacaqdı. Yaxşı, gəlin bura qoyum ki, nəsə görəsiniz ki, necə açılır. Məsələn, yazdıq. La. Görürsünüz necə məntiqli cümlədir. Saxla. Və insanlar artıq sizin mağazaya girəndə, görürsünüz ki, yuxarıda yazılıb. La. Yəni, demək istəyirəm ki, dərhal mağazanı açan kimi siz fəaliyyətə başlaya bilirsiniz, problemsiz. Yəni, şəxsi domenə və s. ehtiyac yoxdur. Nəysə dostlar, beləliklə əgər biz gördük ki, saytımızın yayımlanması üçün şərt idi ki, orada deməli o bağlantı əlavə elə, yəni ki, ad qoymaq şərt idi. Yaxşı ki, bunu təsadüfən gördüm, dedim sizə və artıq ana səhifəniz var. Yəni, yeni səhifə yarada biləcəksiniz siz. Nəyə görə indi? Biznes tarifdə mümkündür. Görürsünüz, biz biznes tarifdə deyilikdə yarada bilmirik və biznes tarifdə yaradanda linki biz bura, məsəl üçün mən nə səhifəsi yaratmışam? Sifariş qeydə alındı səhifəsi yaratmışam və bu yəni bax təsdiqləndi yazılıb da. Belə bir səhifə yaratmışam. Bax burada ümumiyyətlə səhifə yaratmaq problem deyil də. Biznes versiyasısa, bax gördünüz sağda yuxarıda yeni səhifə yarat yeri var. Basırsan səhifənin adını qoyursan, bax yenə də test məsələn. Yəni də test səhifəsi yaranır və bomboş bura artıq nə isə əlavə edirsən. Və mən belə bir səhifə, bu indi dərhal silək, sonra nə oldu, blokdan silin, nə idi? Neysə, silmək üçün də yeri gəlmişkən elə buradan. Və yenə də testin yanında düymə var. Bu nədir? Səhifə. Və silmək. Sildik. Beləliklə, məndəki kimi müştəri sifariş edəndən sonra onu sizinlə WhatsApp yazışmağına yönləndirməniz üçün nə edirsiniz? İlk öncə belə bir səhifə yaradırsınız. Sifariş qeydə alındı səhifəsi yaratmışam və orada da 2 dənə blok əlavə eləmişəm. Bu nə blokdur? Biri adi mətin blokudur. Digəri isə nə blokudur? Sadəcə link. İlk videonun əvvəlində mən sizinlə yaratmışdım, yadınızdadır. Bu da sadəcə deməli Messenger bir funksiyasıdır. Messenger funksiyası da var burada.
yeni blok əlavə et və Messenger düyməsi görürsüz. Və burada artıq istədiyiniz Messenger seçirsiniz. Bayaq mən Qustar üsuluna eləmişdim. Gördüyünüz kimi indi yadıma düşdü ki, burada hazır Messengerlər var da. WhatsApp-ı seçirsiniz. Necə ki mən seçmişəm burada və orada hətta necə olur? Hansı nömrəyə yazılsın, adam hansı nömrəyə yazsın və sizə yazmaq düyməsinə vuranda onda hazır hansı mətn olsun, bir də əli ilə əziyyət çəkməsin. Görürsünüz, mən burada qoymuşam. Mən az öncə sifariş verdim mətni yazmışam bura ki, adam sizinlə yazışmaya başlayan kimi onda bu mesaj çıxacaq və o sadəcə göndərə vuracaq da, incitmirsiniz müştərini. Sonra dizaynını seçirsiniz, burada parametrlər və s. və ilaxır. Nəysə, ümid edirəm ki, hər şey aydındır. Sadə bir səhifə yaradırıq. Səhifəyə burada əgər istəyirsə mətn qoyursunuz, mən yazmışam. Sifarişiniz qeydə alındı, ən qısa zamanda sizinlə əlaqə saxlanacaq falan filan. Ardından sizinlə WhatsApp-la yazışmaq üçün, yəni ki, birdən onlayn ödəniş eləyibsə, deməli, təşvişə düşməməsi üçün əlaqə vasitəsi qoyursunuz bura və sonra nə edirsiniz? Əsas məsələ bax burdadır. Ayarlara girirsiniz sağda. Əgər Azərbaycanca, yaxşı Azərbaycancaya girəcəm və qoyacam. Deməli, Azərbaycancaya girdim. Aha. Bu səhifəni yaradandan sonra girdiniz parametrlər. Sifarişin deməli rəsmiləşmə ayarlarına girdiniz. Təsdiqə vurdunuz. Təsdiq. Və deyirsiniz ki, nə yazılıb? Sifariş verildikdən sonra hansı səhifə açılacaq? Məhz o səhifəni seçirsiniz. Hansını bayaq yaratmışdınız bunu. Onun adını bilirsiniz də, özünüz qoymusunuz. Mən qoymuşam hansı? Sifariş qeydə alındı səhifəsidir. Sifariş qeydə alındı səhifəsi yaratmışam və buradan onu seçmişəm. Burada sizin saytınızda hansı səhifələr varsa hamısını variant kimi verir. Siz də seçirsiniz. Aydındırmı? Aydındır. Yəni bu çox önəmlidir. İnsan sifariş verəndən sonra sizə biraz təşvişə düşə bilər ki, nə oldu, axırı nə olacaq və axırının olmasını bilməsi üçün dərhal sizinlə əlaqə yaratmaq düyməsi qoyun da. Əslində burada da var, elə dərhal o girəndə burada da əlaqə vasitəsi var da, elə ana səhifəyə qayıtsa, bu mənim tezmə lazımdır, bu nədir o? Bu niyə bura düşüb, onu yığışdıraram indi. Nə deyirdim? Ana səhifədə də var onsuz da, bir də şeyə eləməyə lazım deyil. Nəsə dostlar, ümid edirəm ki, nəsə yadımdan çıxmadı. Əgər çıxdısa, mənə xatırladın. Biz sizinlə əsas bölmələri gəzdik, parametrləri gəzdik. Parametrlərdən nələr var, onları gördük. Bu sizin SEO parametrləri, yəni Google-da axtaranda əgər sizin səhifə öndə çıxacaqsa, nələr görsün insanlar. Burada çox belə bir şey yoxdur. Bizim əsas işimiz, bax, budur, adını tərcümə eləmədikləri bölmədir. Yəni, onlayn mağaza ayarlarıdır. Burada da dediyim kimi, bəzi bölmələrin adları tərcümə olunmayıb, amma ehtiyac yoxdur. Yəni ki, siz sadəcə elə Google şeyin özündən də, Google Chrome-un özündən də Azərbaycan dilinə çevirə bilirsiniz də, onsuz da bilirsiniz. Yuxarıda burada tərcümə olma var. Yəqin ki, siz onu axtarıb taparsınız. Yəni, istənilən bir sağ düyməyə basmaqla translate eləyə bilərsiniz Azərbaycan dilinə. Mən də əksinə rus dilinə tərcümə eləmə qoymuşam deyək. Çünki mən rusca istifadə edirəm internetdə hər yerdə. Hansısa vacib bir məqam yadımdan çıxdısa, mənə deyin, mütləq onu şərhlərdə yazın, mən cavablayım. Belə, burada müştəri namizədləri bölməsinə girmirəm. Axı yoxdur, bir də orada müştərilərin məlumatlarını gizlədim sizin üçün. Yəni görməyəsiniz, çünki məxfidir axı. Statistikalarda bildiyimiz kimi, statistikalarda sizin sayta hansı səhifə, nə qədər giriblər, neyniyiblər, onlardır. Yəni də həftəlik var, aylarla var. Bunları detallı getmirəm ki, video çox uzun olmasın. Bu qədər. Ümid edirəm faydalı oldu. Təkrar xatırlatmaq istəyirəm ki, biznes tarifini 7 gün test eləməyiniz üçün Murad 7 promo kodu qoymuşam videonun izah bölümünə. Orada onu istifadə eləyərək bütün funksiyalardan, biznes tarifin bütün funksiyalarından, bax bu mənim mağazamda olduğu kimi istifadə edə bilərsiniz. Bəyənsəz, sonra artıq ödəniş eləyib alarsınız illiyini. Niyə illiyini? Çünki illikdə daha ucuz olur, nəinki aylıqda. Hətta biz görmüşdük də, bayaq burada görüm. Bəli, məsələn, illikdə burada 6 aylıqda 30% endirim olacaq sizə. 12 aylıqda 50% düşünün də, yəni. Belə deyək,
6 aylıqda, yəni görürsüz, normalda 6 dollar olacaqdı bir aya, amma 6 aylıq alsaz olur 4 dollar 20 qəpiyə düşür. Normalda 12 dollar olacaqdısa, yəni ay alsaz, bu məsəl üçün biznes tarifini 12 aylıq birdən alanda 12 dollara yox, 8 dollar 40 sentə düşür və yəni artıq mənim verdiyim promo kodu istifadə edib bir həftə şeylənəndən sonra bəyənsəz artıq ala bilərsiniz bunu. Belə dostlar, sağ olun. Yeni videolarda görüşərik. Hələlik.